Kəndlərindən birində tək yaşayan yaşlı bir kişi vardı, Adil kişi. O, hər axşam eyni saatda evinin qarşısındakı qurumuş quyuya baxar, bir müddət susar, sonra içəri girərdi. Kənd sakinləri deyirdi ki, bu quyu çox qədimdir və bir zamanlar ora düşən bir uşaq heç tapılmayıb. Amma Adil kişi hər zaman o uşaq hələ də danışır deyərdi. Bir axşam kəndə yeni köçmüş gənc Elvin maraqla quyunun yanına yaxınlaşdı. İçəri baxanda yalnız qaranlıq gördü. Amma dönüb getmək istəyəndə arxasından səs gəldi. Adil burada deyil. Elvin geri çevrildi. Heç kim yox idi. Amma quyudan yavaş-yavaş buxar qalxmağa başladı və içindən bir uşaq səsi eşidildi. Məni buradan çıxar. Amma onun yerinə sən qalmalısan. Elvin yerində donub qaldı. Səhər kəndlilər onu quyunun kənarında huşsuz tapdılar. O gündən sonra Adil kişi yoxa çıxdı. Quyudan isə hər axşam yeni bir səs eşidilməyə başladı. Elvin oyananda kəndin yaşlı mollası yanında idi. Onun gözləri qorxudan böyümüş, əlləri titrəyirdi. O səs mənə nəsə dedi. Bir uşaq, amma insan kimi deyildi. Molla ağır-ağır başını tərpətdi. O quyu lənətlənib, oğlum. Adil kişi illərlə o varlıqla danışıb. Hər axşam bir sir açılıb, amma heç kim qulaq asmamalı idi. Sən qulaq astın, Elvin evinə qayıtdı, amma o gündən sonra hər gecə saat 03:17-də oyanırdı. Həmin vaxt quyudan pəncərəsinə gələn qəribə fısıltılar eşidilirdi. Əvəz verilməlidir. Bir gecə daha dözə bilməyib quyunun yanına getdi. Yanına bir iplə vedrə götürdü, içinə yanan bir şam qoyub quyunun içinə saldı. İşıq quyunun dibinə çatanda bir cüt göz onu aşağıdan izlədi. Birdən vedrə yerə çırpıldı. Quyu silkələndi. Elvin qaçmaq istədi, amma ayaqları yerə mıxlanmışdı. Quyudan Adil kişinin səsi gəldi, lakin bu səs insan səsi deyildi. Çoxdan unudulmuş bir dildən boğazdan çıxan qaranlıq bir dillə deyildi. Mən onu aldım. İndi sən mənimsən. O an Elvinin gözü qaraldı. Səhəri kəndlilər quyunun yanında yerdə bir məktub tapdılar. Yaşlanmış bir əlin yazısı ilə. Bir can gedər, biri qalar. Quyu toxdur artıq. O gündən sonra quyudan heç bir səs gəlmədi. Amma kənddə yeni köçən hər kəsə bir xəbərdarlıq edilir. Gecə saat 03:17-də pəncərənizi açıq qoymayın.